Sen beni yaşadan, canım sana, gözüm sana, yüreğim sana yana. Sen beni yaşadan, canım sana, gözüm sana ayana. Halal zeymetinle büyüttün beni, halal zeymetine kurban olmayana. Ne dostla bahşeydin ne de düşmene, o gelişiyle kurban amana. Sen beni yaşadın, canım sana, gözüm sana ayana, ayana. Səni paradis kimi aparacaqlar, Toyota, gəl otur. Fəxri, inan Allaha möhtəşəmsən. Hətta yəni Manaf Ağayevi efir vasitəsilə də salamlayırıq. Salamlayırıq gözəl sənətkarımızı, gözəl bəyi. Möhtəşəm idi. Manaf bəy ümumiyyətlə bilir, siz belə edirsiniz. Yəni bilir, yəni Manaf bəy bilir deyəndə onu demək istəyirdim. Mən lap təzə başlayanda 2003-cü, 2004-cü ildə Mənzura Musayeva ilə toya getmişəm. Onun yanında oğlan oxuyan, aparıcı oğlan oxuyan kimi getmişəm. Bəli. Ondan sonra Rəqsanə xanımla çalışmışam. Ondan sonra Manaf Ağayevin yanında həm aparıcılıq edirdim, həm oxuyurdum. Birə-bir də oxumuş, özü də məni çox istəyir, mən də onu çox istəyirəm. Allah ona can sağlığı versin. Bəs bu yaxın nəsə dedi ki, Əziz bəy dedi ki, təzə problemlə qurtarmısan. Yox, Manaf bəylə mənim nə problemim olacaq? Ada bir dəfə olmuşdu da, bir gün Olub gübarə heç bir də, şey indi olmuş. oyunda olsun eybi yox. Amma yəni, mən o kişini də çox istəyirəm.